Asan xidmətə, yoldaşımın oturma izni üçün. Mesela bu binanı o kadar xoşlayıram mən. Ümumiyyətlə bu Asan xidmətə çox xoşlayıram mən. Sakitçilikdir, çox adam yoxdur. Yəni yormur səni qısacası. Hamıya salam qızlar. Yeni videoma xoş gəlmisiniz. Deməli Asan xidmətdən çıxdıq. İndi gedirik banka. Bankda bir-iki dənə həll eləməli iş var yoldaşımın kartla bağlı. Sonra da gəldik belə bir yerə, Anadoluya yemək yeməyə. Çünki çox acmışdıq. Çiftlərimiz. No, it's not. Künefemizi de zakaz elədik. Çayımız burada. Bize nuş olsun. Adı nedir? Hopi. Hopi. İnleyecek, ayağınızı yalayacak, isteteceği özünü size. Yok işte mi? Burası inleyir. Ay ala. Çok şirinsin ağışın. Hopi hopi. Gel. Oy. Mağazada işlerimi bitirdim. Şimdi geldim mamayla görüştüm. Yok, yoldaşımla işlerimi bitirdim. Şimdi geldim mamayla görüştüm. Mağazaları gezdireyim. Elə mağazaları gezəndə orada balaca bir dənə çox şirin it var idi. Adı da Hopi. O kadar özünü sevdirməyi bilən bir itdi ki, mən də onu sevəndə alerji oldu. Təəssüf ki, indi gedib biraz burada qızarıqlıq yarandı belə. Amma çox şirin bir it idi həqiqətən də. Eve gelip çıxdıq. Belə bir marojna aldım. Dadına baxacağıq beraber nasıl diye. Bravo da endirmə düşüb. Kim istəyirsə geçsin. Əldə eləsin. Cornetto. Belə görünür. Çok güzel görünür. Bu çok tatlı bir şeydi. Cornetto double püste sosudur bu. Sosun da o kadar qəşəngdir ki. Çok tatlıdır. Alın. 3D falan boşdu. Bunu alın yiyin. Bu çok tatlıdır. 3D'nin de dadına baxmaq istəyirəm bu arada. Prosta biz tərəflərdə yoxdur marketlərdə. Gərək harda satılırsa ora gedib oradan alım. Amma bir dəfə deneyeceğim mütləq şəkildə. Növbəti gündən hamıya salam. Necəsiz, neyinirsiniz? Gedirəm mağazalara. Hazır endirim də var. İstəyirəm Notun bu məşhur ənliyini alım. Sonra ehtiyaclarım var. Onları alacağım. Biraz çox makyaj eləmişəm. Neysə. Olsun. Arada lazımdır belə də. Tekrar hamıya salam. Molda küçük bir alışveriş elədim. İndi gedirəm mama ilə Sədərəyə. Deyəsən bu Sədərə bina vlogda alınacaq. Baxın orada nə var, nə yox. Sizin üçün də məhsulları çəkəcəm. Bir də orada çox maraqlı məhsullar olur. Yəni Azərbaycan Temusu kimi bir şeydir, yəni mənə görə ora. Baxaq nə var, nə yox. Baxım nə ala bilirəm. Ümumiyyətlə əzəldən mama ilə həmişə nə vaxt ki sıxılmışıq, neysə almaq niyyətinə yox. Sadece gezmek için. Ya mola gitmişik, ya Sədərəyə gitmişik. Çünkü böyle yeriyəndə şeydir, vaxt getmir. Ama Sədərəyədə yeriyəndə bayağı vaxt gedir ve görürsən ki, xeyli addım da atmışsan, vaxt da keçib, sıxıntın da keçib. Yəni belə. Fikir verirəm, Trendyol, Temu çıxandan sonra burada ümumiyyətlə insanların sayı azalıb. Sadəcə gələnlər də məhsul alırlar, sonra şəhərdə gedib onun 4-5 qatı baha satırlar. Məsələn, bu açkilər hardasa 50-60 manata qoyulur, amma burada bəlkə də bunların qiyməti, yəni soruşduğum qədərinə 12-13 manat, amma birə-bir eynidir, yəni fərqli bir şey yoxdur. Ondan sonra ənənəyə sadiq qalaraq gəldik İran mağazasından. Bir-iki şey aldıq, atışdırmalıq. Sonra o kadar gezdik ki, bir iki üç şey de aldık. Hələ ihtiyaçlarımı almamışım. Gedeceğim birazdan Rozman'a. Vaxt o kadar uçtu ki, ben unutmuşum video çekmeyi. Ben neler almışıq? Hamısı bu klokdadır. Bir də belə boyun masaj aldıq. 4 manat aldıq hə bunu. Neçəyə? Hə, 7 manata bir dənə belə boyun masaj aparat aldıq. Ondan sonra bir dənə belə ayaq üçün olanı aldıq. Belə ayağın altına qoyub belə eləyirsən.
Ondan sonra bu alt geyim. Bu da alt geyimlər belə. Bu arada baxıram, Türkiyənin heç bir alt geyimi falan yoxdur. Hamısı Koreya məhsullarıdır. Çin məhsulları demək. Hə, bu halva konfetlər mənə xoşuma gəlir. Biraz bundan aldıq çayla içməyə. Mən bunlardan çox xoşum gəlir. Uşaqlığımın konfetidir hətta. Sonra nə aldıq? Sonra bir dənə belə rezin aldıq. Sonra başqa da heç nə, mənim paltarımdır burada. Başqa da heç nə yoxdur. Sen bunu götüreceğim. Suları aldım. Bunu götürdüm. Bir tane kulak temizleyen götüresek. Götür onu da. Baby. Alfa. Say hi. Böyle küçük alışverişimi de göstereyim size neler aldım diye. Bunu Rahat Market'ten aldım. Bunu da aynı şekilde Rahat Market'te aldım. Böyle. Sonra bunu da Rahat Market'ten aldım. Bu üçünü deyəsən aldım. Başka beşini almadım oradan. Bunu Rozman'dan aldım. Ondan sonra bunu da Rozman'dan aldım. Ondan sonra bakayım ne almışam ben. Hə, Real Beauty'de indirim var idi. Real Beauty'de ümumiyyətlə hər zaman indirim olur. Ona görə də bu mağaza mənim sevimli mağazam olub artıq. Bir dənə belə bundan aldım. Bu şeydir, setting spray üçündür. Makyaj sabitləyici spreydir. Bunu aldım, denemək istədim. Heç həyatımda istifadə eləməmişəm sabitləyici. Baxaq, Tananini saxlayırım. Çünki istidə mənim üzümə Tananini vuranda dəhşət axır. Ona görə də dedim, bir istifadə edeyim, baxım necə olacaq. Sonra bu Jovun qaş gelini aldım. Bəli, endirmə düşmüşdü. Dedim, mən mütləq şəkildə bunu denemeliyim. İş yoldaşım da var idi, baxmışdım, xoşuma gəlmişdi. Ona görə hazır endirimdəydik, getdim, götürdüm. Sonra burada nə var? Daha heç nə yoxdur burada. Çeklərdən dolub daşır bura. Yaxşı ədəbilər gələcək deyəsən. Sonra bunu aldım. Bu şeydir. Dodaq qələmi falan şeyləmək üçün, ucunu açmaq üçün. Sonra Ivroşe'dən belə bir dənə BB krem aldım. Bu möhtəşəm bir şeydir. Alın, aldırın arkadaşlar. Və o məşhur ənlik. Bəli. Axır ki mən də aldım. Axır ki mən də marketing qurbanı olaraq getdim, aldım. Denəyəcəm. Bərabər denəyərik. Baxaq mənim üzümdə necə qalır. Necədir? Bir mənim sınağımdan da keçsin, baxaq. Orada başqa bir rəngi də var idi. O da çox qəşəng idi. Şaftalı tonlarında, belə zərli. Amma mən bu tip daha çox sevirəm deyə bu rəngi götürdüm. Burada da balaca bir güzgüsü var. Görürsünüz? Beni də görürsünüz. Neyse, görmədiniz. Marketten nələr aldıq? Bir də onu da göstərim. Bir belə çipsi aldıq. Ondan sonra 2 ədəd simiçka belə. Bir də bu endirime düşmüşdü. Mən də denemeyi istədim. Çiyələk və kivili belə fantadır. Baxaq da adı necədir. Yəni belə. Bu qədər. Yoldaşımla bir dənə serial var. Ona başlayasıyıq. House of Dragon. Maraqlı bir serialdır. Bilmirəm aranızda Game of Thrones'a baxan var ya yox. Elə bil onunla bağlı olan bir kinodur. Mən də dedim ki yoldaşıma ki bərabər baxaq buna. Tək baxmaq istəmirəm. O da deyir, okey hayatım. Nasıl istersen. Növbəti gündən hamıya yenidən salam. Fərqlilik olsun deyə gəldik bir dəfə Sumqayıt bazarına. Almaq lazım. Evə ərzaq alışverişləri elədik. Ondan sonra dəniz kənarına getdik. Biraz gəzdik. Corat falan tərəfi. Burada da baxdıq bazar qiymətlərinə. Təbii ki də eyni demək olar. Çox da fərqi yoxdur.
Gilas hər yerdə 5 manat, 4 manat, ərik hər yerdə 5, 6, 7, 8 manat hətta. Yəni çox da belə qiymət fərqi yox idi. Mənim düşüncəmə görə eyni idi. Demək olar ki. Corat qutablarımızı da aldıq. Coratdayıq. Bu da qutablar. Gedirik şimdi. Burada incirimiz. Baxaq daha nə alırıq yoldan. Bəzən dəyişiklik olsun deyə alış-veriş eləyəndə fərqli yerlərə gedirik. Ya Sumqayıt, Novxanı, Maşdağa. Həm dəyişiklik olsun, hava dəyişikliyi olsun. Maşın olmağın üstünlükləri də budur. Yəni istədiyin vaxt rahatlıqla belə gəzə bilirsən, səfərə çıxa bilirsən. Yəni maşın olmayanda biraz çətin olur. Çünki taksi ilə daha çox pul gedir. Taksi, yol falan. Düzdür, bunda da benzinə gedir. Amma yenə də öz maşınından daha insan özünü safe hiss edir. Belə eləyib yoxlayırlar hansı daddır deyə. Məncə bu yaxşı olar ya da bu. Qaymaq götürək. Hazır endirimdədir. Bir bunu da deneyeyim. Nasıl bir şey? Berga götürdü elə. Sade çayda bu. Aha, çayla çayımızı da götürdük. Burada da atıştırmalıqlar hazırlayıram. Çünki birazdan yoldaşımla seriala başlayırıq. Yeni House of Dragon. Kim Game of Thrones'a baxıbsa bu serial haqqında da xəbəri vardır, eşitmişdir. Çünki bu fantastik dünyanın tarixi haqqında danışır, keçmişi haqqında danışan bir kinodur. Mənə də maraqlı gəldi, baxdım. Çünki Game of Thrones mənim üçün belə İlk top 5'də birinci sırada gələn bir serialdır. O qədər çox bəyənirəm. Yəni başlayan heç kəs də peşman olmayıb ətrafımda. Burada da artıq vlogun sonuna gəlirik. Videonun sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, like qoymağı unutmayın. Hələlik.